İlk növbədə 30 illiyini qələbə ilə qeyd etdiyimiz konstitusiyamıza uyğun olaraq İnsan hüquqları üzrə müvəkkilin 2024-cü il üzrə məruzəsinin fərqli bir dövrü, təkcə torpaq bütövlüyü və suverenliyimizin deyil, həm də milli və vətəndaş tamlığının birinci ilini əhatə etdiyini xüsusi vurğulayaq. Hər birimiz qürurla deyə bilərik ki, 30 illik işğala, soyqırım və köçkünlüyə həsr olunan məruzələrdən də xilas olmuşuq. Xalqımızın qalibiyyət haqqı özünə qaytarılıb. Bəli, qələbəmiz universal hüquq və ali qanunçuluq hadisəsidir. Təkcə 100 minlərlə məcburi köçkünün deyil, hər bir Azərbaycanlının konstitusyon haqqı gerçəkləşib. Müstəqillikdən 30 il sonra qazanılan milli zəfər və böyük qayıdış konstitusiyamızı da bütövləşdirib, ali qanunumuzun tətbiq coğrafiyasını genişləndirib. Müxtəlif beynəlxalq casus şəbəkələrinin yüksək mükafatlara təqdim etdiyi şəxslərdən fərqli olaraq, azadlıq haqda dünya qanunlarını, bəşəri arzu və idealları gerçəkləşdirən, millətimiz üçün qalib 100 ili başlayan Prezident İlham Əliyevin Nobel titulu daha insani, hüquqpərvər və adil qərar olardı. İnsan hüquqları üzrə müvəkkil institutu Qarabağda qanunsuz yaradılan ombudsmanın paralel fəaliyyətindən də azad olub. İşğal səhvələri tarixə qovuşur və qayıdış hesabatları, azad torpaqlara həsr olunan məruzələr Milli Məclisə təqdim olunur. Məruzəni qiymətləndirərkən beynəlxalq təhlükələrin görünməmiş dərəcədə artdığı bir dövrdə dünyada insan hüquqlarının durumuna qısa nəzər faydalı olardı. BMT-nin İnsan Hüquqları Şurasına üzvlükdən imtina edən Birləşmiş Ştatlarda Trumpın son çıxışına əsaslansaq, cinayətkar kartellər daxildə savaş aparır. Həbsxanalarda məhbusların sayına görə dünyada birinci yerdədirlər və hər ay 100 min qeyri-legal miqrantın axını səbəbi ilə sərhəddə fövqəladə vəziyyət elan olunub. Fransada 23-cü ildə 676 antisemitizm, 188 islamofob aksiya keçirilib. Ermənistanda insan haqlarına gəldikdə isə erməni müvəkkil 24-cü ildə hədə qorxu, təzyiq, gender və etnik zəmində nifrət nitqi çoxsaylı təhdidlərlə qarşılaşıb. Azərbaycan İnsan Hüquqları üzrə müvəkkil konstitusyon mandatı çərçivəsində fəaliyyəti zamanı hər hansı maneə və qanunsuz təsirlə üzləşməyib. Milli Məclisə təqdim olunan 3 fəsil, 101 səhvə və yekun diaqramlardan ibarət məruzədə ilk növbədə vətəndaşların müraciətlərinə xüsusi yer ayrılıb. Xatırladaq ki, ötən il ombudsmanın ünvanına 29.371 müraciət daxil olub ki, əvvəlki illə müqayisədə fərq cəmi 40 müraciət təşkil edir. Əlbəttə, müraciətlərin daha aydın təsnifatına ehtiyac var. Belə ki, hansı hakimiyyət orqanlarından yaxud yerli qurumlardan daha çox şikayətlərin olduğu, tələblərin xarakteri və əhatə etdiyi coğrafiyanın təhlili təkcə statistik deyil, gerçək problemlərin xəritəsini də görməyə imkan verərdi. Sənəddə mülki hüquqlarla bağlı ilk növbədə mənzil fondunun yenilənməsi ilə əlaqədar xüsusilə də Bakı şəhərində problemlərin hələ də qaldığı göstərilir. Hökumət bunun bütün tərəflərlə birgə yeni çözüm yollarını tapmalıdır. Məruzədə növbəti dəfə müvəkkilin beynəlxalq mandatı çərçivəsində yaxın şərqdə döyüşən Azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı vurğulanır. Rusiya-Ukrayna savaşında da hər iki tərəfdə vuruşan Azərbaycanlıların taleyi eyni xarakterli məsələdir. Ümidvarıq ki, Suriyada hakimiyyət dəyişikliyi, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi və nəhayət Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürist əməliyyatlarda iştirakına imkan verməyəcək. Milli preventiv mexanizm çərçivəsində müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib və qeyd olunduğu kimi onlardan böyük bir hissəsi planlaşdırılmamış başçəkmələrdir. Və yenə də penitensiar müəssisələrdə sıxlıq problemi birinci olaraq vurğulanıb. Məlumat üçün ölkəmizdə hər 100 min nəfərə 220-230-a qədər məhbus düşür. Onlardan 600-ə qədəri qadındır. Göstərici kriminogen durumun sabitliyindən xəbər verir və Avropa sıralanmalarında biz yüksək yerlərdən müsbət mənada birini tuturuq. Həbs yerlərində saxlanan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqındakı məruzədə əksini tapan bəzi statistik məlumatlar bizi narahat etməlidir. Penitensiar müəssisələrdə 22-ci ildə vəfat edən 151 məhbusdan 146-sı, 23-cü ildə 169 məhbusdan 163-ü xəstəliklər səbəbi ilə həyatını itirib. Göründüyü kimi ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruridir. Azadlıqdan məhrum etmə deyil, məhdudlaşdırma tədbirləri, cəza bilərziyinin tətbiqi mütərəqqi hadisədir. Probasiya xidmətinin yaradılması təkcə büdcə vəsaitlərini qorumur, həm də şəxsin yaxınlarından və cəmiyyətdən
tədric olunmadan islahına xidmət eləyir. Məlumat üçün deyək ki, hazırda şərti məhkum edilən 3519 adama elektron nəzarət vasitəsi tətbiq olunur və xidmət öz fəaliyyət dairəsini, rəqəmsal monitorinqi, sosial adaptasiya və bərpa tədbirlərini gücləndirir. Probasiya haqqında yeni qanun qəbul edəriksə, cəza siyasətində alternativ qərarların dairəsini genişləndirmiş olarıq. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı sənəddə göstərilir ki, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var. Ombudsmanın rəyi ilə bağlı səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti bildirir ki, bununla əlaqədar 74 nəfər həkim mütəxəssis barəsində intizam tədbirini həyata keçiriblər. Məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verilib. Xatırladaq ki, ölkəmizdə 2015-ci ildə 28555 nəfər narkotik istifadəçisi qeydiyyatda olubsa, 21-ci ildə rəqəm 34 minə çatıb. Biz rəsmi rəqəmlərdən danışırıq. Dövlət Statistika Komitəsinin məlumatlarına görə 16-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə bu 66 olub. Göründüyü kimi bir narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sayəsində sistemli tədbirlərə ehtiyac duyulur. Məruzədə ombudsmanın informasiyanın əldə olunması, o cümlədən dövlət media münasibətlərinə də geniş yer verilib. Burada xüsusi vurğulayaq ki, Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar. Məsələn, Abzas media layihəsi əsla KİV deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır. BBC, Amerikanın Səsi, Rusiya Sevodnya və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni humanitar çətir altında çalışan təşkilatlarla bağlı ölkəmizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsipinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb eləyir. Əks halda məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibəti biz də təkrarlayırıq. Human Rights Watch, Freedom House və digər təşkilatlar son 4 ildə bir Zəngilanlının, Şuşalının azad torpaqlara qayıdışına, o cümlədən mina terroruna bir dənə olsun hesabat həsr eləməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi, özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilib. Artıq hüquq monopolistlərinin də hakimiyyəti iflasa uğrayır. BMT-nin bir sıra qurumlarının, yerli ofislərinin, həmçinin Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonraki fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, Azərbaycan planlarına xidmət eləyirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət eləyəcəkdir. Məruzədə məhkəmələrdən şikayətlərin azalmadığı vurğulanır. Ombudsman, sabiq prezident Levon Ter-Petrosyanın 30 il sonra yayılan bədnam çıxışına hüquqi qiymət verib, təqdirə layiq addımdır. Qərbi Azərbaycana dinç qayıdışın hüquqi prinsipləri illik məruzəyə daxil olunub, alqışlanacaq hadisədir. Təklif edirik ki, Müvəkkil İnstitutunun Qərbi Azərbaycan üzrə fəaliyyəti həm ayrı struktur vahidi, həm də hesabatlıq baxımından müstəqil bir fəsildə verilsin. Beynəlxalq əməkdaşlıq sayəsində müvəkkil xarici siyasətimizin mühüm mandata malik təmsilçisi kimi geniş miqyaslı işlər həyata keçirib. Biz təklif edirik ki, xüsusilə də dövlət adamlarının xaricdən yayılan, idarə olunan terror mediası tərəfindən linç olunmasına qarşı müvəkkilin Fransa, Almaniya, İsveçrə və digər ölkələrin müvafiq təsisatlarından daimi işi həyata keçirilsin. Yekunda irəli sürülən 81 təklif dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha effektli koordinasiyasına xidmət edir. İnanırıq ki, millət vəkilləri müvəkkilin illik məruzəsini qənaətbəxş sayacaq və daha etibarlı tərəfdaşa çevrilməsi üçün ona öz köməkliklərini əsirgəməyəcəklər.